Türkiye niye İran'a inanır, öz qardaşına yox? Hələ yaxın zamanda İranla ABŞ arasında danışıqların keçirilməsi üçün Türkiyə İstanbul platformasını təklif etdi. Tehran buna qarşı çıxdı və Vaşinqtonu danışıqların Omanda keçirilməsinə razı saldı. Məqsəd nə idi? Türkiyənin geosiyasi mövqeyinin güclənməməsi, nüfuzunun artmaması. Bizim kimi gərgin bir regionda yaşayan istənilən şəxs Tehranın niyyətini çox rahatlıqla anlayır. Amma Türkiyə xalqı anlamır, propagandaya çox asan aldanır. İndi qardaş, məzlum olan İrandır, günahkar olan Azərbaycan. Prezident Naxçıvana hücumdan sonraki sərt və emosional çıxışında belə Azərbaycanın İrana qarşı müharibəyə qoşulmayacağını, həmçinin ərazisindən bu məqsədlə istifadəyə icazə verilməyəcəyini bildirdi. Ölkənin bir nömrəli şəxsinin qəti bəyanatına rəğmən sanki biz hücuma hazırlaşırmışıq kimi yayılan əsassız məlumatlara inanmaq həvəsi haradandır? Türkiyədə zəlzələ oldu, ilk və ən güclü dəstəyi Azərbaycan xalqı və hökuməti verdi, yanğın oldu, Azərbaycan köməyə qaçdı. Tarixə baxdıqda Azərbaycanın özünün ən zəif dönəmlərində belə Türkiyəyə qardaş dəstəyi göstərdiyini görə bilirik. Bütün bunları edərkən qardaş, Türk idik, indi qeyri-Türk, düşmən. Azərbaycan lideri Türkiyənin olmadığı platformalarda onu hədəfə alanların cavabını vermiş, Türkiyə burada yoxdur, mən varam demiş biridir. Həmçinin xalq da hər zaman bu mövqedən çıxış edib. Qarabağ zəfərində göstərilən dəstəyə görə hər zaman minnətdar olmuşuq, lakin bu o demək deyil ki, bu zəfərin əsl sahibi başqalarıdır. Dəstək, müharibə meydanında, siyasi masada birbaşa döyüşdə iştirak mənasına gəlmir. O cümlədən Azərbaycan bu dəstəyin əvəzini də qat-qat ödəyib. Amma heç vaxt biz bunu etdik, bizim hesabımıza oldu deməmişik. Lakin hər zaman da buna məruz qalırıq. Hücumun arxasındakılar. Bəli, Naxçıvana hücum İranın hazırki islahatçı hökumətinin əmri ilə olmaya bilər. Amma nəzərə almaq lazımdır ki, İranın bütün idarəçiliyi Sepahın və onun seçdiyi ali rəhbər heyətinin əlindədir, formal islahatçı hökumətin deyil. Qərarları inqilabçı keşikçilər korpusu verir, dronların onların göndərdiyini də boyunlarına alıblar. Sepaha nəzarət edə bilməyən İran hökumətinin biz vurmamışıq deməsi, Rusiyanın ilk başlarda Azalın qəzasına biz vurmamışıq deməsinə bənzəyir. Hər iki hücum da o ölkələrin ərazisindən edilib, kim cavabdeh olmalıdır? Əmrin hansı ağızdan çıxdığını da məsuliyyət daşıyan ölkə tapmalı, cəzalandırmalı, hücumu etiraf etməli və üzr istəməlidir. İstəyimiz sadəcə budur, müharibə deyil. Amma Məsud Pezeşkiyan qardaşım dediyi Azərbaycan liderinə deyil, Rusiya prezidentinə zəng edib Naxçıvana hücuma görə hesab verir. Türkiyə ictimaiyyəti bunu da görmür. Xeyr. Ümid edirik ki, Türkiyə daxilindəki İran təbliğatçıları Azərbaycanla münasibətləri pozmaq istəyən bütün qüvvələr ən qısa zamanda ortaya çıxar, planları uğursuz olar. Lakin onların sayı tükənməyəcək. Burada əsas məsuliyyət qardaş ölkədəki soydaşlara düşür. Çox bəsit, hər deyilənə inanmamaq lazımdır.